Rusiya isə ötən gecə Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə hava hücumundan müdafiə sistemləri Ukraynanın 354 puasını vurub. İlkin məlumata görə Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburg neft terminalına da zərbə endirilib. Hücumlarla bağlı daha ətraflı Rusiya üzrə xüsusi müxbirimiz Fərid Əkbərov məlumat verəcək. TV Xəbər hazırda Rusiyanın şimal paytaxtı Sankt-Peterburg şəhərindədir. Hücuma məruz qalan regionlardan biri də məhz Sankt-Peterburgdur. Ukrayna ordusu Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburg neft terminalına zərbə endirib. Bu hücumundan sonra terminalda yanğın baş verib. Hazırda yanğının davam etdiyi ərazidən havaya qara tüstü qalxır. Ukrayna ordusunun Peterburqa PUA hücumu təkcə neft terminalının vurulması ilə məhdudlaşmayıb. Bundan başqa Kronştadtdakı liman infrastrukturu da zərbə endirilib. Xatırladaq ki, bugün Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leningrad vilayətinə dron hücumu həyata keçirib. Sankt-Peterburqa PUA hücumu ilə əlaqədar mobil internet kəsintiləri müşahidə olunub. Qubernator Aleksandr Beglov hücumun ziyana və tələfata səbəb olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi də ölkəyə PUA hücumu ilə bağlı məlumat yayıb. Məlumata görə hava hücumundan müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub. Böyük qara tüstü vardı. Mən 20 dəqiqə əvvəl bura gəldim. Yanğını söndürdülər. Tüstü artıq geri çəkilir. Belə hallar arabir olur. Dron hücumu edilir. Narahat idik ki, mobil rabitə söndürüləcək. Amma şükürlər olsun ki, bu uzun çəkmədi. Bizdə belə hallar olur. Hardasa yanğın baş verir. Mən saat 10-dan sonra işə gəldim. Qatı tüstü duman vardı. Dron hücumu olanda belə olur.